Alo. Bəli. Necə yəni işdən azad olundun? Və niyə ki? Ha, məsləhət sizindir. Yaxşı. Bu nə danışır? İşdən zaddan çıxmaq nədir? Nə var va? Dümsük! Şümbülüm! Sən işdən nə qələt elədin ki, sən işdən çıxardıb rədd elədilər, qoydular qapının ağzına? Dayıoğlu, Hə? dayıoğlu nə tez metamorfoza uğradı? Şümbülüm oldu. Bəlkə zarafat elə bizlə nə ara tullanırsan söhbət. Hə, o zarafat zad eləmir, mən eşitdim də. Onda sən az deyib, sümsük. Eşidirsən? Camaat kreslo tapdı, kök atır. Sən cücərənmədin, heç orada. Bayaqdan belə danışmışsan mı? Hə, yaxşı edirik, bundan sonra belədir. Ala bığı. Hə, sənin bığın da saxtaymış. Hətta ondan dona girmişəm, işə düzəlmək üçün. Hə, nədir? Ofu. Hanı Ofeliya? Sən öl beynim söndü. Ofu. Bundan sonra kişi çıxmayacaq. Ofu, gəl edirik dədəncilə. Ofu. Gül kimi qızı hayf elədi. Mənim yeznəmə bax. Mənə düşən yezniyə bax. Hə, mənim öz əziyyətimizə hayfım gəlir. Bayaqdan dərdən qabıqdan çıxdıq ki, nə var, biz də bir bəlkə vəzifəyə zada qoydu, bir puldan zaddan qazandıq. Tu sənin sifətin anar. Mən hər şeyi başa düşdüm. Məsələn, o tatunu neyniyəsən? Bu tatunu, nə var həm onu dəyişməyə? Qabağına bir hərf atıdan olur oğlumun adı. Ala. Ranar. Baxımı? Nə hayasız adam salarsan? Hə, bu birinci anaydı. Rını atıb anar eləmişdim. Çox hayasız adamlar. Ay Yeznə, mən bu kameranı neynəyəcəm, dərdi götürüb mənim, mobil yazılıb mənim ürəyimə. Utanmırsınız da sizdə, utanmırsınız da, abır həyə yoxdur sizdə. Gah belə danışırsınız, gah belə. Bu Ömər baba kimdir? Sən bunu bir dənə say, mən çıxım gedim də rahat. Ehtiyac yoxdur, ehtiyac yoxdur. Anar, mənə bayaq yazdın ki, yığ mənə. Mən də sənə yığdım, başladın özünü danışmağa. Ki, işdən çıxardıblar, nə bilim, neyiniyiblər. Nə olub? Başa düşməm, sənlə danışırdı, bax. Ha. Sənin qadan alım, ana! Ana, sənin qabağında ölüm, ana! Üzr istəyirəm. Anar yox, Şümbülüm.